Biz niyə görə Avropa stilində, niyə görə uğursuz modellərdən biz nümunə alırıq? Niyə görə Avropa sayağı əmək məcəlləmiz var? Niyə görə bütün sosial təminat sistemimiz Avropa əsaslıdır? Uduzmuş prinsipçi millətlərdən öyrənir hal-hazırda. Çin niyə görə qabağa getdi? Onlar da çox zəhmətkeşdir, onlar da çox işləyirlər və son 30 ildə bunu sübut etdilər ki, çoxlu çalışmaqla, çoxlu zəhmət çəkməklə siz də dünyanın ikinci iqtisadiyyatı ola bilirsiniz, ABŞ hegemonluq edə bilirsiniz. Niyə görə biz uğurlu modelləri qırağa qoymuşuq, yapışmışıq bu Avropa modelindən və deyirik ki, bu düzgündür. Avropa daxilində yeganə uğurlu model Almaniya olubdur, hansı ki, bu iş-həyat balansını tarazlaşdıra bilib. Amma onu da deyirəm, siz anlamışsınız. Bu ideya, həyat tarazlığının qorunması Bismarckdan gəlir. Bismarckın fikrincə, əgər insan sağlam olsa, yaxşı təhsilli olsa və yaxşı dincəlmiş olsa, onda o iş zamanı qat-qat daha məhsuldar olacaqdır. Və ona görə deyir ki, mən sizə çox yaxşı təhsil verəcəm, mən sizə çox yaxşı tibb verəcəm və mən sizə çox yaxşı sosial müdafiə verəcəm. Bundan sonra siz hamınız yaxşı işləyəcəksiniz. Amma sən yaxşı təhsil vermədin. Sən yaxşı tibb vermədin. Sən yaxşı istirahət qrafiki, yaxşı ekologiya vermədin. İnsanlar necə çox produktiv işləyəcək? Kim 8-9 saat sırf işlə məşğuldur Azərbaycanda? Təəssüf, xüsusilə qurumlarda. Yəni ki, odur. 1 saat, 2 saat işləyir, qalan hamısı sosial mediada keçir. Bu məhsuldarlığın az olmasıdır. Amma siz gedin almanlara baxın, onların zavodlarına baxın. Onlar 8 saat da işləyirlər, saat kimi. Yəni ki, və bu Bismarckın qoyduğu fundament üzərindədir. Onlar bunu itirməmək üçün bu qədər işləyirlər. Bizdə isə bu fundamentlər yoxdur, Bismarckın fundamentləri yoxdur. Amma hamımız istəyirik ki, necəsə rahat işləyib, bu da alınmır öz-özlüyündə.